Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar. Mayda yağan anormal qar Moskva vilayətində 400-dən çox yaşayış məntəqəsini işıqsız qoyub. Skype mayın 5-dən bağlanacaq. Əmək haqqı və təqaüd kartları üzrə sərbəst bank seçimi müzakirə edilir. Ötən ay xaricdə təhsil almış 85 nəfərin diplomu tanınmayıb. Dünən vətəndaşların bank kartlarından 27 min manat oğurlanıb. Dünya ərzaq qiymətləri son 2 ilin ən yüksək səviyyəsinə qalxıb. Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. BMT-nin inkişaf proqramının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti başa çatıb. Telegram şirkəti istifadəçi sayının 1 milyarda çatması münasibətilə Dubayda dron şousu keçirib. Vətəndaşa barəsində seçilən məhdudiyyət tədbiri ilə bağlı elektron bildiriş göndəriləcək. Sumqayıtda hasar KAMAZ-ın üzərinə aşıb, sürücü hadisə yerində ölüb.